Bir dəqiqə, xahiş edirəm sakitlik. Bağlı məclisindən olan mərhum, mən ona vaxtı ilə Koroğlu Qarıq demişəm. İndi Allah rəhmətinə gedib keçənlərinizə rəhmət. Onları tanımayan el oba yoxdur. Qarıq kişinin ailəsində Allah ona rəhmət eləsin, keçənlərinizlə baravar. Xəngəl qonaqlığı olubdur. Xəngəl qonaqlığının axarında burada bir neçə yoldaşların tərəfindən təklif olub ki, burada aşıq da var, şair da var. Xahiş edirik ki, xəngəli nəzmə çəksinlər, bir şeir desinlər. Mən də bu tərəfdən burada Salman Qazi var, həmən Qarıq kişinin böyük oğlu. Hansı ki, onun şair Osman da yaxşı tanıyır, aralarında da dostluqları var. Orada da aşıqlardan bir neçə nəfər var idi, indi mən deyəcəm, siz eşidəcəksiniz. Həmən xəngəli belə qələmə aldı, tərəfindən deyək, sizə can sağ olun.
Şöhredeki nimetlerin birbirinden tam lezzet. Konaklara lezzet verdi, gül çeşitli hayaliniz. Meclis sözü teşrif etti, siz de tarih işlerdiniz. Günden sonra söylenecek, Gülhan gelin hanıma, Gülhan gelin ey hanıma. Şimdi burada fikir verin, bak bu şairlerin gözünde ne kadar keskin bakışlar var. Her inceliği bunlar görmeye kadirdir. Bu kadar cemaatın içerisinden bunlar her gördüğüm. Bunu da hardan geldiler. Der kurudu sandıktan çıkardı, özüm ezdim min nazile. İnan seni değişmerem, neşe usta aşbaz ile. Sözlerini Ofelya'ya kandırırdın kaş gözüyle. Gelinden özme yanaşır, öz gelin hanıma, öz gelin hanıma. Allah özü bahşeyir, seni de sen bizim tabirlere.